Birinci qrup ümumi sınaq 17-nin həllərinə baxırıq. Birinci sual. 5 rəqəmli ədədini 30-a böldükdə qalıqda 4 alınır. A-nın ala biləcəyi qiymətlərin cəmini tapın. Ədəd 30-a tam bölündükdə bu o deməkdir ki, ədəd həm 5-ə, həm də 6-ya tam bölünməlidir. Onda 5-ə bölünməsi üçün axırı ya 0 ya da 5 ilə bitməlidir. 0 və ya 5 ilə bitməlidir. Ancaq 6-ya bölünməsi üçün axırıncı rəqəm artıq 5 ola bilməz. Deməli, ədədin həm 5-ə, həm 6-ya bölünməsi üçün onun axırıncı rəqəmi mütləq 0 olmalıdır. Amma şərtdə deyilir ki, qalıq 4 alınsın. Onda qalığın 4 alınması üçün bu ədədin axırıncı rəqəmi mütləq 4 olmalıdır. Bu ədəddən 4 çıxdıqda eyni zamanda bu ədəd həm də 6-ya tam bölünməlidir. Yəni 7, 9, 3, A və 0. Bu rəqəmlərin əmələ gətirdiyi bu ədəd həm də 6-ya tam bölünmə. 6-ya bölünməyə görə, cüt olduğuna görə artıq 2-yə bölünəcək. Rəqəmlərinin cəmi də 3-ə bölünməlidir. Rəqəmlərin cəmi 7, 9 və 3-ü toplasaq, bu eləyəcək 19 və bir də A var. A-nı da gərək bunların üzərinə eləyəcək 19 üstünə gəlsin A. Deməli, A-nın 2 qiymətində, 5 və 8 qiymətlərində bu 5 rəqəmli ədəd 30-a bölündükdə qalıqda 4 alınacaq. Bunların da cəmi 2, 5, 8-in cəmi soruşulur. Bu da 15-ə bərabərdir. Düzgün cavab B variantı. İkinci sual. İkinci sualda burada tənliyini həll edin deyir. Burada köklərin dərəcələri bir-birinə vurulacaq. Olacaq 6-cı dərəcədən 2 bərabərdir. 4-ün əvəzinə də yaza bilərik 2 üstü 2. Onun da üstündə x çıxılsın 1 var. 6-nın əvəzinə 6-cı dərəcədən 2-nin əvəzinə 2 üstü 6-da 1 yaza bilərik. Bərabərdir. 2 üstü çıxılsın 2. Deməli 2x çıxılsın 2 bərabərdir 6-da 1. 2x bərabərdir 6-da 13. X bərabərdir 12-də 13. Düzgün cavab ikinci sualda A variantı olacaq. Üçüncü sual. X kvadrat çıx 2x çıx 8 bölünsün. X kvadrat çıx x çıxılsın 6 vurulsun. X kvadrat çıx 2x çıx 3 bölünsün. X kvadrat çıx 6 x üstə gəl 8. Sadələşdirin. Vurğulara ayrı bir ixtisar aparmaq lazımdır. Surətdəki ifadənin vurğulara ayırması olacaq. X çıxılsın 4. X üstünə gəl 2. Məxrəc x çıxılsın deməli 2, x çıxılsın 3, x üstünə gəl 2 olmalıdır. Vurulsun. İkinci kəsrin surəti olacaq. X üstünə gəl 1, x çıxılsın 3, məxrəc olacaq x deməli çıxılsın 4, x çıxılsın 2 olmalıdır. İxtisarları aparsaq, x çıx 4-lər getdi, x üstə gəl 2-lər gedir ixtisar, x çıxılsın 3-lərdə gedir ixtisar və nəticədə qalır x üstə gəl 1 böl, x çıxılsın 2. Yəni düzgün cavab 3-cü sualda olacaq A variantı. 4-cü sual. İfadəsini sadələşdirin. 1 çıxılsın i üstü 4-ü yaza bilərik. 1 çıx i-nin kvadratının kvadratı. Üstünə gəl həmçinin digər ifadəni də kvadratın kvadratı şəklində yazsaq. Sadələşdirək. Mötərizənin içərisin. Deməli 1 çıxılsın 2 üstünə gəl i kvadrat. Bunun kvadratı. Bunun kvadratı. Üstünə gəl 1 üstə gəl 2 üstə gəl i kvadratın kvadratı. I kvadrat mənfi 1 olduğuna görə 1 ilə islah olunacaq. Qalar mənfi 2-nin kvadratı. Üstünə gəl. Digərində də həmçinin i kvadratla 1 islah olunacaq. Qalar 2i üstü 2. Sadələşdirək. Mənfi 2-nin kvadratı eləyəcək 4 i kvadrat. Üstünə gəl 4 i kvadrat bərabərdir mənfi 8-ə.
Dördüncü sualda düzgün cavab C variantı. Beşinci sual. A, B, C, D, Y, F düzgün altıbucaqlısında AB 6, BC 4 olarsa YJ'nin uzunluğunu tapın. Buradan Y və C-ni birləşdirək. Tərəflər YD və DC 6 olduğuna görə və düzgün altıbucaqlının daxili bucağı 120 dərəcədir və bu bucaqlara 30, 30 düşəcək. Onda bura 30-dursa digər qalan bucaq 90 dərəcə olar. Onda YJS 3 bucağı düz bucaqlı 3 bucaqdır. Onda 120 bucaqları 120, 30, 30 olan 3 bucaqda bilirik ki, 120-nin qarşısındakı tərəf digər tərəfdən kök altında 3 dəfə çoxdur, yəni 6 kök altında 3-dür. BC ümumi 6 olduğuna görə JS 2 olur. YJS 3 bucağından Pifaqor teoremi yazsaq, alarıq ki, YJ-nin kvadratı üstünə bərabərdir. 36 vurulsun 3, 108, üstünə gəl 4. Onda YJ-nin kvadratı bərabərdir 112. Buradan tapırıq ki, YJ bərabərdir 4 kök altında 7. Düzgün cavab 5-ci sualda olacaq C variantı. 6-cı sual. ABC üçbucağında DY AB-yə paraleldir. AB 20, DY 12, YS 18 olarsa BY parçasının uzunluğunu tapın. DY AB-yə paraleldirsə deməli burada alınan iki üçbucaq oxşardır. Alfa, alfa, beta, beta və gamma. Burada ABC üçbucağı DYS üçbucağı ilə oxşardır. Onda oxşarlığa görə yaza bilərik. Balaca üçbucaqda betanın qarşısındakı tərəf 18. Digər üçbucaqda betanın qarşısındakı tərəfin uzunluğu x üstə gəl 18-ə bərabərdir. Qammanın qarşısında kiçik üçbucaqda 12, böyük üçbucaqda 20-dir. Onda hər tərəfi 6-ya bölsək 2 dəfə, 6-ya 3 dəfə. Bunu ixtisar aparaq. X üstə gəl 18, 30. X bərabər 12 tapılır. B-nin uzunluğu soruşurdu. Cavab Y variantı 6-da. 7-ci sual. Tənliyin kökləri x1 və x2-dir. Verilib ki, 3x1 çıxılsın 2x2 bərabər 7. Viet teoreminə görə tapa bilirik ki, x1 üstə gəl x2 bərabərdir 3 böl 2. İkinci tənliyin hər tərəfin 2-yə vursaq, olar 3x1 çıx 2x2 bərabər 7. Alınar 2x1 üstünə gəl 2x2 bərabərdir 3. Tərəf-tərəfə toplasaq 5x1-i alarıq 10. Deməli x1 2-dir. x1 2-dirsə yerinə qoyub x2-ni də tapa bilərik. Və yaxud x2-ni tapmamış bizdən m soruşulur. Tənliyin bir kökünün 2 olduğunu biliriksə, tənlikdə gətirib x-in yerinə 2 yazsaq, elə m-i tapa bilərik də. 2 vurulsun 2-nin kvadratı çıxılsın 3 vurulsun 2 üstünə gəl m çıx 1 bərabər 0. 2-nin kvadratı 4, 4 dəfə 2 8 çıxılsın 6 üstünə gəl m çıxılsın 1 bərabərdir 0. M bərabərdir -1-ə. Düzgün cavabı 7-ci sualda olacaq Y variantı. 8-ci sual. Sinus 264 vur tangens 73, sinus 84 vur tangens 253. Burada 264 və 253 bucaqların çevirmə düsturları ilə çevirək. Sinus 264-ün əvəzinə yaza bilərik. 180 üstünə gəl 84. Vurulsun tangens 73 qalsın olduğu kimi.
Məxrəcdə də sinus 84-ü saxlayaq. Tangens 253-ün əvəzinə yaza bilərik. Tangens 180 üstünə gəl 73 və hesablayaq. Birinci ifadəyə çevirmə düsturunu tətbiq eləsək, bu olacaq 3-cü rübə düşdüyünə görə mənfi sinus 84 vurulsun tangens 73 bölünsün sinus 84 vurulsun tangens 180 üstünə 73 gələndə bu bucaq olur 3-cü rübün bucağı. 3-cü rübdə də tangensin işarəsi müsbətdir. Müsbət 73. İxtisarları aparsaq qalacaq mənfi 1. 8-ci sualda düzgün cavab B variantı. 9-cu sual. Bərabərsini ödəyən tam ədədlərin cəmini tapın. 9-cu sualda x kvadrat çıxılsın 16 bölünsün x çıxılsın 1 kiçikdir 0 verilib. Əgər x 1-dən fərqlidirsə, onda bu kəsirin məxrəci həmişə müsbət olacaq. X 1-dən fərqlidir şərtini nəzərə alsaq və bu şərt daxilində onda x kvadrat çıxılsın 16 kiçikdir 0 olmalıdır ki, verilmiş kəsirin qiyməti mənfi olsun. Bunu da həll eləsək, bunun kökləri biri mənfi 4, digəri müsbət 4-dür. Parabola çəksə qolları yuxarı. Deməli, bu bərabərsizliyin həlli oldu. X daxildir mənfi 4, 4 intervalına. Və burada bir də ki, x 1-dən fərqlidir. Ödəyən tam ədədlərin cəmi mənfi 3 götürüləcək. Mənfi 2, mənfi 1, 0, 1 götürülməyəcək. 2 və 3 götürüləcək. Bunların da hamısını toplasaq, cavab eləyəcək mənfi 1, D variantı. 10-cu sual. A 1, 4, B mənfi 2, 3, C 5, mənfi 1 nöqtələri verilmişdir. Bu vektorların cəminin uzunluğunu soruşur. Əvvəlcə AB vektorunu tapaq. AB vektorunun komponentləri bərabərdir. B-dən A-nın uyğun koordinatlarını çıxmaq lazımdır. 3-dən 4 çıxanda ikinci koordinatı eləyəcək mənfi 1, birinci koordinatı eləyəcək mənfi 3. Sonra AC vektorunu tapaq. AC vektoru eləyəcək. C-dən A-nı çıxsaq, C-nin uyğun koordinatlarından A-nın uyğun koordinatlarını çıxsaq, 4, mənfi 5. 4, mənfi 5. Bunların cəmi isə AB vektoru ilə AC vektorunun cəmi bərabərdir. 1, mənfi 6. Uzunluğunu tapsaq, onda bu vektorun uzunluğu AB üstünə gəl AC vektorunun uzunluğu kök altında 1 üstünə gəl 36. Yəni kök altında 37 olacaq. D variantı. 11-ci sual qeyri-müəyyən inteqrala aiddir. İntegral 8 kosinus kvadrat 2x dx dərəcəni azaltma düsturunu tətbiq edəcəyik. 8 vurulsun, 1 çıxılsın, 1 üstünə gəlinsin daha doğrusu. Kosinus 4x bölünsün 2 dx. Bu da bərabərdir. 4 üstünə gəl 4 kosinus 4x dx. İnteqrallasaq 4-ün inteqralı 4x. Üstünə gəl 4 kosinusun inteqralı sinus 4x-dir və qabağa bir 4-də 1 çıxmalıdır. Sinus 4x üstünə gəl C. İslah eləsək 4x üstünə gəl sinus 4x üstünə gəl C. Düzgün cavab B variantı 11-də. 12-ci sual. Limiti hesablayın. 12. Limit x yaxınlaşır sonsuzluğa. 3-də 2 üstü x üstünə gəlinsin. 1 limitini hesablayın. 3-də 2 üstü x plus 1. X müsbət sonsuzluğa yaxınlaşırsa
0-1 arasında ədədi nə qədər böyük qüvvətə yüksəlsə, onun qiyməti o qədər kiçiləcək. Yəni bu ifadə sonsuz kiçilən olduğuna görə 0-a yaxınlaşacaq. 12-də cavab olacaq C variantı. 13-cü sual. Ədədi silsiləyə aiddir. Ədədi silsilədə S12 çıx S8 bərabər 50 olarsa, S20-ni tapmalıyıq. S12 çıx S8, yəni ilk 12 ədədin cəmi ilə ilk 8 ədədinin cəminin fərqini tapsaq, yerdə qalacaq 9-cu, 10-cu, 11-ci və 12-ci hədlərin cəmi. Bu 50-yə bərabərdir şərtə görə. Burada A9 və 12-nin cəminin əvəzinə yaza bilərik. A1 üstünə gəl A20. A10 və A11-in cəmi də A1 üstünə gəl A20-yə bərabər olar. Olacaq 50. Yəni nəticədə nə alırıq? 2 dənə A1 və 2 dənə A20-nin cəmi 50-dir. Deməli ki, A1 və A20-nin cəmi neçə imiş? 25. Bizə lazımdır S20-ni tapmaq. S20-ni düsturun yazsaq, A1 üstə gəl A20 bölü 2 vur 20 deməkdir bu da. Yəni 25 bölü 2 vur 20. Bu da bərabərdir 250. Düzgün cavab B variantı. 14-cü sual. AD, DB, AD, DB, BY, YS bir-birinə bərabərdir. Və AF, FC də bir-birinə bərabərdir. AF, FC. Deməli, orta xətlərdir. ABC-nin sahəsi 32-dir. Bilirik ki, orta xət 3 bucağı 4 konqruent 3 bucağa ayırır. Və konqruent olduqlarına görə hər birinin sahəsi bərabərdir. Onda DF 3 bucağının sahəsi bərabər ümumi sahənin 4də birinə, yəni 8. Bunların hərəsinə 8 düşür. Cavab olacaq B variantı. 15. X üstünə gəl Z 70 dərəcə, alfa üstünə gəl Y 150 dərəcə olarsa, ABC bucağının dərəcə ölçüsünü tapın. Bu çökük dördbucaqlıdır. Çökük dördbucaqlıda bir xassə var ki, alfa bərabərdir X, Y və Z-in cəminə. Bu verilmiş iki bərabərliyi tərəf-tərəfə toplasaq, alarıq ki, alfa üstünə gəl X, üstünə gəl Y, üstünə gəl Z bərabər 220. X üstə gəl Y, üstə gəl Z cəmi alfaya bərabər olduğuna görə 2 alfa 220 alınır. Onda alfanı tapırıq 110 dərəcə. Alfanı taparıq 110 dərəcə. Bizdən soruşulan A, B, C bucağının dərəcə ölçüsüdür. Yəni Y-i tapmalıyıq. Y də bərabərdir. Baxın, bu bərabərlikdə alfa vəzinə 110 yazsaq, Y də 40 alınacaq. Burada yəqin ki, Y variantı olar. Bu düşməyib. Y variantı olmalıdır burada. Y variantında 40 olacaq. Düzgün cavab Y variantı olar. 16-cı sual. Funksiyanın qrafiki x bərabər -1 nöqtəsində çəkilmiş toxunanın tənliyini müəyyən edin. Funksiyanın qrafikinə -1 nöqtəsində çəkilmiş toxunanın tənliyini müəyyən edin. 16 toxunanın tənliyin yazmaq üçün funksiyanın törəməsini tapmalıyıq əvvəlcə. 3x kvadrat çıxılsın 2. Daha sonra funksiyanın özü lazımdır. Onu da qeyd edək burada. X kubu çıxılsın 2x üstə gəl 1. Toxunma nöqtəsi x0 bərabərdir -1-dir. Toxunanın tənliyi belədir. Y bərabərdir f' x0. Yəni funksiyanın törəməsində əvvəlcə -1-i yerinə yazsaq, f' -1 bərabərdir 1. 1 vurulsun, x çıxılsın, x0 -1-dir. Üstünə gəl f(x0). Yəni funksiyada -1-i yerinə yazırıq. Funksiyada -1 yazsaq, yerini hesablasaq, eləyəcək
-1 üstünə gəl 2 üstünə gəl 1 2 olacaq bu da. Mötərizələri açıb sadələşdirsək qalacaq x üstə gəl 3. 16 da düzgün cavab Y variantı. 17. Oturacağının diametri 16, doğranı 10 olan konusun həcmini tapın. Oturacağın diametri 16, onda oturacağın radiusu 8. Radius 8. Doğranı 10'dursa, onda hündürlük də ki 6 olacaq. Konusun həcmi bərabər olur 3'də 1 pi vurulsun r'in kvadratı vurulsun h. Hesablayaq. Bu da eləyəcək. İxtisar gedəcək 2. 128 pi qalacaq. Düzgün cavab 17-də A variantı. 18-ci sual. ABCD trapesiyasına AC tən böləndir. Diagonal tən böləndir. Bunlara bir alfa alfa desək. Çarpazlığa görə onda bu bucaqda alfa olacaq. Daha sonra AD CB'yə bərabərdir şərtə görə. Yəni bərabər yanlı trapesiyadır. DC'nin uzunluğu 8 olarsa AC diagonalının uzunluğunu tapın. Onda AD'də 8'ə bərabərdir. BC də şərtə görə 8'dir. Və bərabər yanlı trapesiya olduğuna görə AD BC-yə bərabərdir. Bura alfa alfadırsa bu bucaq. Bura 2 alfadır. Daha sonra AC CB'yə perpendikulyardır. Onda bura 90 dərəcədir. Onda 2 alfa və alfanın cəmi 90 olmalıdır. ACB 3 bucağında alfanı taparıq 30 dərəcə. Deməli, bu 3 bucaq 30, 60, 90 dərəcəli bucağı olan düz bucaqlı 3 bucaq imiş. Onda 30 dərəcə qarşısındakı katet 8-dirsə, AC bərabərdir 60 dərəcəli bucağı qarşısındakı katetdir. 8 kök altında 3'ə. Düzgün cavab olacaq burada D variantı. 19. Akif və Seymurun bugünkü yaşları cəmi 60'dır. 19. Akif və Seymur. Bugünkü yaşlarının cəmi 60'dır. Akifin A, Seymurun S yaşlarını bu cür işarə edir. Akifin 7 il əvvəl yaşların cəmi 60'dır. Birinci bu şərti yazaq. A üstə gəl S bərabərdir 60. Akif 7 il əvvəl anadan olsaydı əgər, onda onun 7 yaş çox yaşı olardı. Yəni A üstə gəl 7 yaşı olardı. Seymur 2 il sonra doğulsaydı, onun S çıxılsın 2 yaşı olardı. Onların 2 il doğulsa, onların bugünkü yaşlarının cəmi neçə olardı? Bunların cəmini soruşur. Bunların cəmi bərabər olar. A üstə gəl S üstünə gəlinsin 5. Yəni 60 üstə gəl 5, 65 olacaq. 19'da cavab D variantı. 20. Verilmiş bu ifadə, deməli, verilmiş ifadədə ABC müsbət ədədlərdir. Verilmiş bərabərliyin hər üç tərəfin ABC hasilinə vursaq, alarıq. Buna ABC-yə vursaq, burada qalacaq C. Buna ABC-yə vursaq, qalar 2A. Buna ABC-yə vursaq, qalacaq 3B. Onda C-ni tapın deyir. A bərabərdir 2'də 1C. Buradan alırıq. B bərabərdir 3'də 1C. Bunları gətirək, baxın, bu bərabərliyidir. Yerinə qoyaq. A-nın əvəzinə 2'də 1C yazıram. B-nin əvəzinə 3'də 1C yazıram. C-nin əvəzinə elə C yazıram. Bərabərdir 198. Ortaq məxrəc 3'dür. 6'dır daha doğrusu. 6.
3 üstünə gəl 2 üstünə gəlsin 6C 198 olacaq. Bu eləyəcək 11C bölünsün 6 198'dir. C'ni tapsaq eləyəcək 198 vur 6 böl 11. Bir dəfə 18 dəfə. 18'i də 6'ya vursaq eləyəcək 108. Düzgün cavab 20'də C variantı. 21-ci sualda. Loqaritmik tənlik üslü və loqaritmik tənliklər mövzusuna aiddir. Verilmiş tənliyi həll eləməliyik. 5 vurulsun 3 üstü loqaritm x əsasdan 4 üstünə gəl 4 üstü loqaritm x əsasdan 3 bərabərdir 54. Loqaritmanın xassəsinə görə belə bir xassə var. Bu 3 ilə 4 yerlərini dəyişə bilir. Loqaritm x əsasdan 3 üstünə gəl 4 üstü loqaritm x əsasdan 3 bərabərdir 54. Olacaq 6 dənə 4 üstü loqaritm x əsasdan 3 bərabərdir 54. Hər tərəfi 6'ya bölsək 9. Yenə 3 əsasdan 4'ün yerini dəyişək. Bunu 3 üstü loqaritm x əsasdan 4 yazaq. Bunu gərək başlanğıcda ikincisini çevirəydik. 9'un da əvəzinə yazaq 3'ün kvadratı. Loqaritm x əsasdan 4 2'dir. Deməli x müsbət olduğuna görə 2 olacaq. Mənfi 2 də mümkündür, amma biz müsbət 2'ni götürəcəyik. Çünki loqaritmanın əsası birdən fərqli müsbət ədəd olmalıdır. 21'də A variantı. 22. 3 üstü x üstə gəl 2 36'dır. 3-cü dərəcədən 2 vurulsun 3 üstə x üstünə gəl kök altında 27x cəmini tapın. 3 üstü x üstə gəl 2 36 olmasından alarıq ki 3 üstü x vurulsun 3'ün kvadratı bərabər 36. Hər tərəfi bunu biraz kənara çəkin. Hər tərəfi 3 üstü 2'ye yəni 9'a bölsək alınır 3 üstü x bərabərdir 36 9'a 4 dəfə. Deməli 3 üstü x'in əvəzinə 4 yazarıq hər yerdə hesablayarıq. 3 vurulsun 3 üstü x'in əvəzinə 4 yazıram. 27 3'ün kubudur. Yəni 3 üstü x'in kubudur. Burada da 4 yazsaq eləyəcək. 3-cü dərəcədən 8 üstünə gəl. 3 üstü x'in əvəzinə 4 yazmışdım. 4'ün kubu. 3-cü dərəcədən 8'dən 2 64'dən isə 2-ci dərəcədən 8 çıxır. Cavab olacaq 10 A variantı 22'də. 23-cü sual. BSFY düzbucaqlı şəklində meyilli torpaq sahəsidir. Bu sahə qazılaraq ABYD düzbucaqlı şəklində düz bir sahəyə gətirilməlidir. AB 20 metr, daha sonra AC 15, BY 30 metr verilib. Bu işi görmək üçün neçə kubmetr torpaq götürmək lazımdır? Yəni prizmanın həcmin hesablamalıyıq. Prizmanın həcmi V bərabərdir. S oturacaq. S oturacaq burada 15 vurulsun 20 bölünsün 2'dir. Vurmalıyıq hündürlüyünə. Hündürlük də 30. Bu eləyəcək. Deməli ixtisar aparsaq 10 dəfə 4500 kubmetr. 24-cü sual. Kosinus x üstə gəl kök altında 3 sinus x bərabər bir tənliyin ən kiçik müsbət kökünü tap. Burada köməkçi bucağı daxil eləyərik. Tənliyin hər iki tərəfini kök altında 1'in kvadratı 1 bunun əmsalıdır. Üstünə gəl kök altında 3'ün kvadratı 3. Yəni kök altında 4'ə 2'yə bölsək alarıq belə. 2'də 1 kosinus x üstünə gəl kökdə 3 bölünsün 2 sinus x bərabərdir 2'də 1'ə. Kosinusun əmsalı sinus, sinusun əmsalı kosinusla yazılıb.
Kosinusun əmsalının əvəzinə yazsaq, kosinus pi bölünsün 3. Sinusun əmsalının əvəzinə burada yazsaq, sinus pi bölünsün 3. Bərabər 2-də 1 alarıq. Bu özü bir açılışdır. Nəyin açılışıdır? Kosinus x çıxılsın pi bölünsün 3-ün açılışıdır. Bərabərdir 2-də 1. Bunu da həll eləsək, x çıxılsın pi bölünsün 3 bərabərdir müsbət mənfi pi bölünsün 3 üstünə gəl 2 pi k. K tam ədəddir. Ən kiçik müsbət kökü soruşulur. Buradan x pi bölü 3-ü digər tərəfə keçirsək, deməli, burada ən kiçik müsbət kök soruşulursa, biz k-nın əvəzinə 0 yazıb bu kökü tapa bilərik. K-nın əvəzinə 0 yazsaq, onda x bərabərdir 2 pi bölünsün 3 alarıq. Yəni, bunu da dərəcəyə çevirsək, 120 dərəcə. 25-ci sual. ABC düzbucaqlı üçbucağında B bucağı 90, AYB 30 dərəcə. Olarsa AYS'nin sahəsini tapın. 30 dərəcə qarşısındakı katet hipotenuzun yarısına bərabərdir. Onda bura 5-dir AB. AB həm də, baxın, bu ştrixlənmiş üçbucağın da hündürlüyüdür. Körbucaqlı üçbucaq olduğuna görə hündürlüyü onun xaricinə düşür. Onda üçbucağın sahəsi S bərabərdir. 6 vurulsun 5 bölünsün 2. 6 tərəfdə ona çəkilmiş hündürlük 5-dir. Bu da bərabərdir 15-ə. 25-də düzgün cavab 15. 26-cı sual. Diaqramı çəkək. Eyler-Venn diaqramına aiddir. A çoxluğu, B çoxluğu. A və B çoxluqları üçün NA 2-dir. 2MB-dir. A-nın B-dən fərqli 10 elementi var. A-nın B-dən fərqli 10 elementi var. Kəsişmənin alt çoxluqlarının sayı 16 olarsa, kəsişmənin 16 dənə alt çoxluğu olması üçün gərək kəsişmənin 4 elementi olsun. Çünki 2 üstü n bərabərdir alt çoxluqların sayına 16-ya. Buradan n çıxır 4. N 4-dür. İndi deməli A-nın 14 elementi var. Və şərtə görə NA bərabər 2NB-dir. NA 2MB-dirsə, onda MB-nin 7 elementi var. 4-ü A ilə ortaqdır, 3-ü isə ancaq B-yə daxil olandır. Birləşmənin neçə elementi var soruşulur. NA birləşir B bərabərdir 10, 4 və 3-ün cəminə, yəni 17 olacaq. 27-ci sual. Funksiyaları üçün uyğunluğu müəyyəndir. Birinci A variantında yazılıb ki, artan funksiyadır. Artan funksiya ikincidir. K müsbət olduqda xətti funksiya artandır. Cüt funksiyadır. Cüt funksiya burada yoxdur. Heç biri cüt funksiya deyil. B variantı getdi. Mənfi sonsuzluq mənfi 2 aralığında azalandır. Mənfi sonsuzluq mənfi 2 arasında azalan birincidir. Parabolada bunun təpə nöqtəsini tapsa, təpə nöqtəsinin absisi mənfi 2-dir. Mənfi sonsuzda mənfi 2 kimi azalacaq bu. C variantı 1-ə uyğundur. Böhran nöqtəsi yoxdur. Böhran nöqtəsi olmayan ikincidir. Xətti funksiyadır. Çünki törəməsinin 0-a bərabər olduğu nöqtə və ya törəmənin olmadığı daxili nöqtə yoxdur. Sonra qiymətlər çoxluğu mənfi 3 müsbət sonsuzluqdur. Bu da üçüncüyə aiddir. Y variantı. Deməli, düzgün cavab olar C, A, D, Y. 28-ci sual. Deməli, bir qrupda 7 şagird var. 1, 2, 3, 4, 5, 6, 7. Şagirdlərdən ikisi dostdurlar. Bu 7 şagirdi sıraya düzüldükdə dostların yanaşı dayanması hadisəsinin ehtimalını tapın.
dostlar olsun. A və B dostlar olsun. C, D, Y, F və J digər şagirdlər olsun. A və B yanaşı dayanıbsa, A və B-yə bir element kimi baxmalıyıq. C, D, Y, F, J bunlar isə öz aralarında bu iki nəfərlə birlikdə yerlərini dəyişə bilər. Mümkün halların sayı 7 şagirdin öz arasında yer dəyişməsidir. Yəni 7 faktorial. Dostlar yanaşı olmaq şərti ilə isə bu dostları bir element kimi götürüb ümumi yer dəyişmələrin sayına baxsaq bu eləyəcək 6 element olduğuna görə 6 faktorial vurulsun. Dostların öz aralarında yer dəyişmələrinin sayı isə 2 faktorial. İxtisar aparsaq 6 faktorial 7 faktoriallı ixtisar gedər. 7 qalar məxrəcdə. Surətdə isə 2 faktorial. Yəni cavab eləyəcək 7-də 2. 29 parametrin hansı ən kiçik qiymətində tənlilər sisteminin həlli yoxdur. Tənlilər sisteminin həllinin olmaması üçün x-lərin əmsallarının nisbəti bərabər olmalıdır y-lərin əmsallarının nisbətinə və o fərqli olmalıdır 2-nin 5-ə nisbətindən. Tənasübdən a kvadrat üstünə gəl 6a bərabərdir -5. Buradan alırıq ki a kvadrat üstə gəl 6a üstünə gəl 5 bərabər 0. Burada cəmliyin köklərindən biri -1-dir. Digər kökü isə -5-dir. A parametrin hansı ən kiçik qiymətində deyildiyinə görə burada ən kiçik a bərabərdir -5 olacaq cavab. 30-cu sual. A nöqtəsində xaricdən toxunan O1 və O2 mərkəzli çevrələrin D ortaq toxunanı çəkilmişdir. BAC bucağının düz bucaq olduğunu isbat edin. O1 və B-ni, O1 və O2-ni, O2 və C-ni birləşdirək. BAC bucağını göstərək. BAC bucağı. Söhbət bu bucaqdan gedir. Bunun 90 dərəcə olduğunu əsaslandıraq. İsbat edək. O1B və O1A radiusdur. Radiuslar bərabərdir. Buna böyük R deyirəm. Kiçiyinin radiusuna isə kiçik R. Onda O1B-C bucağı toxunan və toxunma nöqtəsinə çəkilmiş radius perpendikulyar olduğuna görə 90 eyni qayda ilə BCO2 bucağı da 90 olacaq. Onda bu fiqur düz bucaqlı trapesiyadır. Onda BO1A bucağı alfa olsa CO2A bucağı 180 çıxılsın alfa olmalıdır. Çünki həm paralelliyə görə bunlar uyğun bucaqlardır. Daha doğrusu bir tərəfli bucaqlardır. Digər tərəfdən trapesiyanın yan tərəfinə bitişik iki bucağın cəmi 180 dərəcədir də demək olar. Onda BO1A 3 bucağından digər bucaqları tapsaq bu bucaq, yəni O1BA bucağı bərabərdir O1AB bucağına. Bu da bərabərdir 90 çıxılsın alfa böl 2. Digər 3 bucaqda O2AC bucağı bərabərdir O2C bucağına. Bu da bərabərdir
180 çıx alfa təpə bucağıdırsa bərabər yanlı üç bucağın, onda oturacağı bitişik bucaqlar olacaq alfa böl 2. Onda BAC bucağı bunlar deməli. Bunları qeyd eləyək şəklin üstünə. Bura oldu 90 çıx alfa böl 2 içəridə yazdım bunu. Çöldə yazıram, yerləşməyəcək. Deməli bu bucaq oldu alfa bölünsün 2 və BAC. Deməli bucaq BAC-nin üstünə 90 çıxılsın alfa böl 2-ni və alfa böl 2-ni gəlsək açıq bucağa, yəni 180 dərəcəyə bərabər olur. Buradan tapırıq ki, BAC bucağı bərabərdir 90 dərəcə. İsbat olundu.